etmək istəyirəm ki, bu hamısı daha anlaşılır olsun. Deməli, burada məsələ nədir? Burada bu laboratoriya iki hissədən ibarət olacaqdır. Bir, informasiya texnologiyaları üzrə, bir, iqtisadiyyat üzrə. Bu nə deməkdir? Bu deməkdir ki, bizdə fintech dedikdə bilirsiniz ki, burada ödəniş xidmətləri, ondan sonra crowdfunding, bankçılıq, ondan sonra rəqəmsal valyuta və s. Ona yaxın, yəni ümumi başqa sahələr, hansı ki, maliyyə texnologiyaları tətbiq olunur, onlara biz fintech deyirik və onlardan biri də demək ödənişlər sahəsi. Ödənişlər, yəni ki, bu sahədə ödəniş təşkilatları və elektron pul təşkilatları var və bu elektron pul ödəniş təşkilatları demək fintech laboratoriyasında ayrılmış iki hissə ki, iqtisadiyyat ayrı, informasiya texnologiyaları ayrı. İqtisadiyyat sahəsində 15 nəfər iştirak edəcək, informasiya texnologiyaları sahəsində 15 nəfər və bu üç təşkilat, ASFINA tərəfindən seçilmiş üç təşkilat və o təşkilatlar deməli United Payment, Global Innovations və bir də BACPI deməkdir. Bu təşkilatlar birbaşa olaraq mentorluq edəcəklər və əsas iş yerlərini buradakı fintech laboratoriyasından qoşacaqlar öz sistemlərinə və öz layihələrini həmin bu fintech təşkilatlar öz layihələrini buradakı fintech laboratoriyası üzərindən həyata keçirəcək. Və bu deməkdir ki, real rejimdə bu tələbələr fakt olaraq həmin təşkilatın işçiləri statusunda olacaqlar və iqtisadiyyat sahəsində isə Mərkəzi Bankdan və bir də ki, Azərbaycan Fintech Assosiasiyasından davamlı şəkildə kadrlar burada cəlb olunacaq və həmin o kadrlar əsasında iqtisadiyyatda da bu da nə deməkdir? Bu, daxil nəzarətdir, risklərin idarə edilməsidir, daxili auditdir, compliance-dir, AML-dir. Bu sahələr üzrə Mərkəzi Bank və ASFINA-nın üzv olduğu təşkilatların kadr potensialı əsasında dəstək göstəriləcək və sonda onlar, həmin tələbələr, həmin təşkilatlara işlə təmin olunacaq, ora transformasiya olunacaq.